Bismillahirrahmanirrahim. Allahümme salli ala eşrefil enbiyai vel mursalin ve şühedai ve siddiqin ve cemii ibadillahi salihin. Əziz və dəyərli müsəlmanlar, Vəhabilərin əqidəsi Yezid barəsində Yezidi əmir-əl-müminin bilirlər, möminlərin əmiri bilirlər. Amma Yezid kim idi? Yezid necə bir insan olubdu? Əzizlər, Yezid şərabxar bir insan olubdu. Bunu tarix, hədis, rəvayət, hamısı bunu sübut edir. Yezidin nə əxlaqda olduğu bütün dünyaya əyandır. Yezidin qumar oynamağı, şərab içməyi, zina eləməyi, livat eləməyi, Qur'anın qarşısında dayanmağı, Kəbəni yandırmağı, daşlatdırmağı, müsəlmanlara soyqırım eləməyi, əhl-i beyti şəhid eləməkləri, bunların hamısı əyandır. Amma Vəhabilər deyirlər ki, yox, yenə də bunun qarşısına çıxmaq olmaz. Yenə də Yezid kimin əleyhinə çıxmaq olmaz. Amma İmam Hüseyni eləyə bilərsən ki, xarici adlandırasan. İmam Hüseyni nahaq adlandıra bilərsən. İmam Hüseyni xətakar adlandıra bilərsən. Amma Yezidi eləyə bilməzsən. Yezid ki, özü fəhşa, fəsad içində. Yezidin anası fəsad-fəhşad içində, atası fəsad-fəhşa içində. Heç kəs eləyə bilməz onun əleyhinə çıxa. Heç bir kəs. Vəhabilərin əqidəsi budur. Əzizlər, bu Vəhabilərin bir müftüsü vardı, Muhammed bin Salih Əl-Useymin adında. Müasir zamanlarında elə müftüsündən idi. Kitab yazıbdı, Şərhül Əqidəti Tədmuriyyə. Və bunu çap ediblər müəssisətü Şeyx Muhammed bin Salih Əl-Useymiyyədə, elə Əl-Useymində elə öz adına bir müəssisə vardı orada. Deməli, burada bir suala cavab verir bu adam və belədir. Və iza səələ sailun, bir nəfər gəldi sual soruşdu. Bir sual edən gəldi sual soruşdu ki, belə. Həl yəcibu taətu vəliyyil əmril asi, deyir ki, günahkar əmr sahibindən itaət etmək olar. İtaət etmək olar. Cavab verir indi bu suala. Deyir ki, vəliyyul əmril asi yəcibu taətuhu. Taətuhu ma ləm yəkun kafirən. Deyir ki, o əmir sahibi ki, günahkardır, ondan vacibdir itaət edəsən. Amma əgər kafir olsa, yox, eləyə bilməzsən. Kafirdən təbəyyət eləyə bilməzsən. İn kəfərə kufrən sərihən indəna fihi minallahi burhanun la nutiyuhu. Deyir ki, əgər küfri, bunun sərih bir küfr olsa, Allah bizə bürhan göndəribdir. Allahdan bizim əlimizdə dəlil vardır ki, ondan itaət etməyək. Diqqət edin əzizlər, bunların Vəhabilərin əqidəsi budur. Yəni zalim hakimin, günahkar hakimin əleyhinə çıxmayalar. Ardından deyir və əmmə izə kənə yəşrabul xəmr. Deyir və amma o zaman ki bu şarab içirdi. Yezid kimi. Yezid özü şarab içirdi. Açıq aşkar şarab içirdi. Atası da şarab içirdi. Müsəlman, o adı müsəlman olandan sonra hələ. Və yəzni və zina eləyə. Eynən Yezid kimi, eynən Müaviyə kimi və yətələvvət və həmcinsbazlıq eləyə, livat eləyə, Yezid idi livat eləyən, Əbdülməlik ibn Mərvan idi, Məmun idi, kim idi bunların çoxları bu hakimləri ki, bu Vəhabilər qəbul eləyir ona və onların əleyhinə çıxmamağı tövsiyə eləyirlər. Onların hamısı həmcinsbazlıq eləyirmişlər. Və yəqtulun nəfsə bi qayril haqq fə innəhu yəcibu taətuhu. Və deyir ki, bir nəfsi ki, bir canı ki, haqsız yerə onu öldürədə əgər, yəni o hakim, o əmir sahibi gəlib haqsız yerə bir nəfəri öldürə, yenə də vacibdir ki, ondan itaət eləyəsən. O əqidədə olan sizcə İmam Hüseyn əleyhissalama nə gözlə baxar? İmam Əli əleyhissalama, İmam Həsən əleyhissalama nə gözlə baxar? Digər imamlarımızın barəsində nə gözlə baxar? Məlumdur ki, bu cür fasid əqidədə olan adam heç vaxt da onları qəbul etməz. Heç vaxt da onların imamətini qəbul etməz. Bunlar beləncə bir əqidədədirlər. İnsan yanır, insan alışıb yanır İmam Hüseynin məzlumiyyətinə, Əmir-əl-Möminin Həzrət Əli əleyhissalamın məzlumiyyətinə, İmam Həsənin, Həzrət Zəhranın, digər imamlarımızın məzlum olduğunu adam alışıb yanır. Belə bir qövm özlərini İslam ümmətindən hesab edirlər. Bu əqidə bizim əqidəmiz deyil. Belə bir əqidə Şiə əqidəsində yoxdur. Bu əqidə sadəcə sünni və sələfi, Vəhabi əqidəsidir. Bunlardır ki, İmam Hüseyni xətakar bilirlər. Bunlardır ki, İmam Hüseyn əleyhissalama etiqadları budur ki, xaricidirlər. Xaricidir İmam Hüseyn. Xuruc eləyibdir Yezidin əleyhinə. Yenə də sizə tapşırıram qəzavəti, siz özünüz qəzavət eləyin bunların əqidəsi haqda.